Sizə bir sirr açım. Sağlam olmaq üçün ən son ehtiyacımız olan şey xəstəxanadır. Çoxumuz elə bilirik ki, sağlamlıq xəstəxanada həkimlərin yazdığı reseptlərlə qazanılır. Amma iqtisadçılar üçün məsələ biraz fərqlidir. Səhiyyə iqtisadiyyatının ən təməl sütunlarından biri olan sağlamlığın istehsalı konsepsiyası haqqında danışaq. Səhiyyə iqtisadçıları sağlamlığa sadəcə bioloji bir vəziyyət kimi yox, müxtəlif amillərin birləşməsindən yaranan bir məhsul kimi baxmağı təklif edir. Sağlamlıq bir istehsal prosesidir. İqtisadi baxımdan istehsal dedikdə müəyyən resursları götürüb onlardan bir nəticə əldə etmək nəzərdə tutulur. Burada isə resurslar, buna inputlar da deyilir. Tibbi xidmət, təmiz hava, keyfiyyətli qidalanma, təhsil və s. daxildir. Əldə olunan məhsul, output isə sağlamlıq səviyyəsidir. Həkimin yazdığı resept bu prosesin sadəcə bir hissəsidir. Sağlamlıq təkcə xəstəxanalarda yox, mətbəxdə, idman zallarında və ekoloji mühitdə istehsal olunur. Yəni sağlamlıq təkcə tibbi xidmətlə əldə olunmur. İqtisadçılar və siyasətçilər başa düşməlidirlər ki, cəmiyyətin sağlamlığını artırmaq üçün təkcə xəstəxanalar tikmək kifayət deyil. Bəzən təmiz su təchizatına və sağlam qidalanma təşviqinə yatırılan investisiya tibbi avadanlığa yatırılan puldan daha çox sağlamlıq istehsal edə bilər. Sağlamlıq istehsalında həkimlə iqtisadçının baxışını belə müqayisə eləyirik ki, həkim klinik yanaşır və sual verir ki, mən konkret bu xəstəni necə sağalda bilərəm? Ona fərdi yanaşır. İqtisadçılar isə populyasiya üzərindən yanaşır və sual verir ki, hər hansısa bir proqram və ya siyasət bütöv bir əhalinin sağlamlıq göstəricilərini, məsələn, orta ömür uzunluğunu necə dəyişə bilər? Misal üçün, şirkətlərdə həftəlik iş saatlarını tənzimləmək və işçilərin psixoloji rifahına yatırım etmək infarkt riskini bahalı ürək əməliyyatlarından daha yaxşı sığorta eləyə bilərmi? Və ya əgər biz şəhərdə yaşıl zonaları artırsaq, bu ağciyər xəstəliklərinin qarşısını necə alar? Minlərlə inhaler cihazı paylamaqdan daha effektiv azalda bilərmi? Bu yanaşmanın əsas məqsədi resursların düzgün bölüşdürülməsidir. Əgər biz sağlamlığın necə istehsal olunduğunu düzgün başa düşsək, dövlət büdcəsini elə bölüşdürə bilərik ki, minimum xərclə maksimum sağlamlıq əldə edə bilək. Qısa desək, sağlamlıq təkcə xəstəliklərin müalicəsi deyil, həyatın bütün sahələrinin iştirak etdiyi kompleks bir istehsal zənciridir. Bəs sizcə sağlamlığımızı artırmaq üçün dövlət daha çox nəyə pul ayırmalıdır? Fikirlərinizi mənimlə bölüşün.